Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin işi ilə bağlı bu gün növbəti məhkəmə iclası oldu. Həbs qəti imkan tədbiri müddətinin uzadılması ilə bağlı əlbəttə. Heç bir xüsusi illüziyamız, planımız, qeyri-adi gözləntilərimiz yox idi və biz bilirdik ki, bu məhkəmə Əli Kərimlinin haqqında həbs qəti imkan tədbirini uzadacaq və elə də oldu, 4 ay uzatdılar. Baxmayaraq ki, əlbəttə orada heç bir istintaq falan getmir. Noyabrın 29-da Əli Kərimli həbs ediləndən indiyə qədər təbii həm Əli Kərimli özü istintaqa ifadə vermir. Çünki absurd bir ittihamın üzərində qurulmuş, hansısa səfih bir ssenari əsasında danışmaq ciddi bir adama yaraşmaz yəni. Ona görə də Əli Kərimli bu mülahizələri əsas götürərək istintaqa ifadə falan vermir. Zaten istintaqın da araşdıracağı bir məsələ yoxdur. Bütün bunlar hamısı bir absurd teatrıdır. Dediyim kimi məhkəmədən də heç bir illüziyamız, gözləntilərimiz, qeyri-adi gözləntilərimiz falan yox idi. Və biz bilirik ki, Əliyev rejimi Əli Kərimlini nə qədər bacarırsa, o qədər həbsdə saxlaya biləcək. Yəni ona nə qədər məhkəmədə iş kəsiləcək və yaxud istintaqı nə qədər uzadacaqlar. Bütün bunlar məsələnin texniki tərəfidir. Əliyev rejimi məhz siyasi baxımdan nə qədər bacarırsa o qədər saxlayacaq. Yəni burada heç bir hüquqi əsas, hüquqi nəsnə olmadığına görə təbii ki, bu Əliyevin şəxsən özünün istəyinə, iradəsinə bağlı bir məsələdir. Çox uzun mu saxlaya biləcək? Ona da inşallah ki, baxarıq. Hərçənd açığı mənim çox belə optimist görünmək falan da istəmirəm. Sadəcə olaraq reallığa əsasən belə hesab edirəm ki, Əli Kərimlinin ən pis halda yaxın bir neçə ilini, 2 il, 3 il, 4 il ən çoxu həbsdə saxlanıla bilmək kimi bir qədəri var. Yəni ondan artıq saxlaya biləcəklərini güman etmirəm və eləcə də yalnız Əli Kərimli ilə bağlı məsələ deyil. Mən hesab edirəm ki, Azərbaycandakı siyasi məhbuslar və ümumiyyətlə siyasi həbslərlə bağlı bu praktikanın sonuna təxminən bir neçə il qalıb. Bundan artıq Əliyev özü istəsə də belə bunu edə bilməyəcək. Ən başlıca məsələ İlham Əliyevin bütün dünya tərəfindən Lukashenko obrazından heç nə ilə fərqlənməyən bir imajı təsdiq olunsun. İndiki proseslər də ona doğru sürətlə gedir.